İsimdə xüsusi qaydalardan biridir ki, bəzi sözlərdə, iki hecalı sözlərdə bunlar alınma da ola bilər, milli də ola bilər ki, səs düşümü baş verir. Bunlar necə olur bəs? Deməli, iki qrupa bölünür. Bax, heç mən bura baxmıram. Mən burada göstərəcəm elə. Qrupa bölünür. Biri var millilər, biri də var alınmalar. Bunu amma belə qarışdıranda biraz çətinlik yarada bilər. Ona görə belə düşünə bilərik ki, yalnız mənsubiyyətə görə dəyişənlər var. Yəni ancaq mənsubiyyət qəbul edəndə dəyişənlər var. Bir də hal və mənsubiyyət, yəni hər ikisində də dəyişənlər var. Bunları indi necə fərqləndirək? Yəni iki dənə qrupa böldük. Yalnız mənsubiyyət qəbul edəndə dəyişənlər, bir də var hal və mənsubiyyət qəbul edəndə dəyişənlər. Deməli, buna indi nələr aiddir? Biz birin biləcəyik ki, necə olacağını, yerdə qalanda ona əsasən daha rahat, belə deyək, alınacaq. Məsələn, burada yadda saxlayın mənsubiyyətdə bədən üzvləri, yəni bədənimizə aid olanlar, beyin, ağıl, alın, burun, ağız, boyun, qoyun, qoyun, yəni insanın qoyunu mənasında, çiyin. Buradan bir dənə bədən üzvlərindən əlavə bilməli olduğumuz 4 dənə sözdür. Könül, ağıl, qayın, oğul. Bunu da belə yadda saxlayın. Könülün, qaynının, ağıllı oğlu. Bu 4 dənə söz yalnız mənsubiyyət qəbul edəndə ikinci tərəfi düşür. Məsələn, deyirəm ki, mənim oğlum. Bax, oğlum yazmayacam. Mənim oğlum yazmayacam. Bu səhvdir. Çünki oğlum mənsubiyyət qəbul edib deyə burada ikinci düşməli idi. Bu olmalıdır mənim oğlum. İkinci tərəf yerdə qalandı isim, cisim, qisim, bu tipli sözlər, səbir. Bir dənə buradan zehni qarışdırmayın. Zehin buradadır ki, qalan sözlər hamısı həm halda, həm mənsubiyyətdə düşür. Yadda saxlayın. Paxıldı, nağıldı, taxıldı. Bu tipli sözlər dəyişmir. Heç birində səs düşümü baş verməyəcək.